İlənin qısaldılmış forması lalə, qoşmadır, bağlayıcıdır, yoxsa zərf düzəldən leksik şəkilçi. Nümunələr üzərində izah eləyək. Əgər qoşulduğu sözlə bir yerdə kim ilə, nəyin vasitəsilə sualına cavab verirsə, deməli burada qoşmadır. Əgər qoşulduğu sözdə və bağlayıcısı ilə əvəz eləyə biliriksə, deməli bağlayıcıdır. Yox, əgər cümlə daxilində necə, nə cür, nə tərzdə, hansı tərzdə suallarına cavab verirsə, deməli burada zərf düzəldən leksik şəkilcidir. Nümunələrə baxaq. Dərslərimlə məşğulam. Nə ilə məşğulam? Dərslərimlə. Burada nə ilə sualına cavab verir və bağlayıcısı ilə də əvəz eləmək olmur. Deməli burada nədir? Qoşmadır. Atamla gəzməyə getdik. Atamla kimlə? Kimlə sualına cavab verir və bağlayıcı ilə də əvəz eləyə bilmirik. Deməli burada da qoşmadır. Aysun ilə Lalə yaxın dostdular. Aysun və Lalə yaxın dostdular və bağlayıcısı ilə əvəz eləyə bildik. Deməli bu cümlədə nədir? Bağlayıcı. Duzla çörək alarsan. Duz və çörək alarsan və bağlayıcısı ilə əvəz eləyə bildik. Deməli burada da bağlayıcıdır. Onlar çox ehtiyatla gəlirdilər, ürəklə danışırdılar. Onlar necə gəlirdilər? Nə tərzdə gəlirdilər? Ehtiyatla gəlirdilər. Deməli burada lalə leksik şəkilçidir və zərf düzəldən leksik şəkilçi olduğuna görə buradakı olacaq nə? Leksik şəkilçi. Ürəklə danışırdılar, ürəklə danışırdılar. Necə danışırdılar, nə tərzdə danışırdılar. Deməli burada da nə olacaq? Lə leksik şəkilçi olacaq, zərf düzəldən leksik şəkilçi. Bu qədər.